Sadəcə bizim insanlar istər sağlamlıq cəhətdən də gec müraciət edirlər. Məsələn, artrit, artrozla dizdə kök hüceyrə ilə bağlı müraciət edənlər telefonda da zəng edib deyirlər, mesajlara gələndə də doktor 4-cü stadiyadayam. Bir dizim 3-cüdür. Deyirəm ki, xanım gözləyirsiniz o da 4 olsun. Heç olmasa gəlin o dizinizə bir kömək eləyək də. Yəni çox gec müraciət edirlər. Mədədə məsələn bəzi problemlər yaşayırlar, göynəmə, yanma. Bunlar artıq gedib o xoraya çevriləndə Allah uzaq etsin, bu xora da Helicobacter pylori də gələcəkdə xərçəngin kanserogeniz maddədir bunlar. Xərçəngin önü prosedurlar da belə deyək. Çevriləndə artıq qanaxma verəndə düşünürlər ki, həkimə getmək lazımdır. Bəzilərində maddiyyat da var deyirlər, amma indi ölkəmizdə şükürlər olsun, həqiqətən də dövlətdə sığorta ilə bunlar olunur. İndi mən özəl klinikada çalışıram. Bəli, biz bunları etmirik, amma o analizlərə baxıb ona uyğun müalicəni yaza bilərəm. Onu da deyirəm ki, yəni dövlət bunu da edir. Yəni bəzən insanın belə deyək özlərinin səhlənkarlığı cəhətdən gec müraciət edirlər və ona görə də sağalma ya uzun çəkir, ya müəyyən qədər sağala bilir.